dərəsindən Sultepe Kurukundan Daş Bazarına gələn yoldur, DSK yoluna gedən yoldur. Burada Xırdalanın Daş Bazarı adlanır. İndi biz DSK yoluna tərəf davam edirik. Deməli, Sultepe Kurukundan Daş Bazarına gələn yoldan Fırnandın sola Kuruka ekologiya postudur. Xırdalanda yerləşən Yevrohun tikinti bazarıdır. Buranı keçsən böyründən Xırdalan Kurukuna, Xırdalan dairəsinə Sağ tərəf. Kuruka çatandan sonra sağ tərəfə dönürsən Binəqədi yoluna. Bura Xırdalan dairəsidir. Buradan sola gedir Xırdalana içərisinə, düzə gedir Sumqayda. Buradan da sağa gedir Binəqədi yolu. Xırdalandakı Respublikanski Qanin yolu. 592'nin yolu. Burası ise Respublikanski Qanin yanıdır. Saliton, Meftun Market çox gözəl yerdir. Rahatçılığı var, hər bir şəraiti. Marşrutu, taksisi, dükkanı, bazarı rahatçılığı çox gözəldir. Deməli, Xırdalan Kurukundan Binəqədi yoluna gələndən sonra svetoforda bir inşaat var. Buradan sağa döndük. Xırdalan dairəsindən də bura 400 metr, 500 metr yol olar. Yolları da böyle qəşəng səliqəli. Həm asfaltdır, həm qıraqbucağı gözəl abadlıq, rahatçılığı var. Mirinşaatın yanından dönəndən sonra küçəmizə bu turbadan, bu gözəllik yerdən buradan sola döndük. Küçənin gözəlliyinə baxın, zəhmət olmasa. Küçənin adındakı Əkbər Səmədovdur. Şammadovdur. Oxuyalım mənə. Bəlkə təmiz, səliqəli, ən mükəmməl üstünlüyü odur ki, sakit küçədir. Heç bir səsi yox, küy yox, rahatçılığı. Küçəmizdə də elə burada bu market var. Oba market də var. Oba marketdən də bir 100 metr, 150 metr düz qabağa gələndə sol tərəfdə evdir. Bax, küçə də budur. Küçə asfalt. Gözəl. Qabaq tərəfdə də burada irəlidə də 100 metrdə Oba marketdir. Ev də mənzil də budur. Bu çöldən göstərim, sonra içəri daxil olarıq. Bu da hasarlı, birinci mərtəbə pəncərələri rüşətdalı, üstü bağlı. Kimsə alsa Allah xeyrin versin. İkinci mərtəbədən çölə qapı da var. Oradan balqon artırıb gələcəkdə hər bir iş görə bilər. Budur. İşıq sayğacı, su sayğacı. İşıq sayğacı, su sayğacı hamısı qoşulu işləkli vəziyyətdədir. Qaz çöldədir.
İndi o sonra həll eləməkdən var. Bu da həyətimizə daxil olub. Burası həyətdə, evdə yaşayış olmadığı üçün geniş həyət bazası var maşallah. Biraz otluqdur, yəni bunu tam təmizlədib səliqə salmaq olar. Həyətimiz var belə. Geniş. Maşallah həyətində də bir dənə yekə böyük bir ev tikmək olar elə həyətində də. Bax, ev budur. Həyətə yerləşməsə, heç olmasa bir 8-10 dənə maşın girər həyətə, balaca maşın. Qonağın gələndə rahatça maşın salsın həyətə. Evin qapısı da sef qapıdır. Daxil olduq evə. Bu evimizin qonaq otağıdır, döküşüdür. Bu mətbəxdir. Bu da kuxnadır. Hamamdır burada. İşıq yanmır. Amma tam hazır vəziyyətdədir. Onun tacı, vanniki, pitunutkası, hər şeyi. Qapısına qədər. Peçinə qədərdir. Hər misal. O da ikinci mərtəbəyə çıxan pilləkəndir. Bu da bir yataq otağımız aşağıdadır. Elə şeylə.